Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər Xaçaturyan Vaqif Çerkezi, Suçyan Gevorg Rubenoviç, Davtyan David Tigrani və Evulcekçyan Viken Abraham Ermənistana təhvil verilib. Yeni Sabah məlumat verir ki, bu haqda Ermənistan Baş naziri Nikol Paşinyan Facebook səhifəsində paylaşım edib. O qeyd edib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib. Bu proses həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin praktiki nəticələrindən biridir. Qeyd edək ki, 2020-ci ildə saxlanılan Evulcekçyan Viken Abraham Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün Muzlu gəlməsi müəyyən olunub. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Evulcekçyan Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib. Paşinyan onu da qeyd edib ki, ilkin müayinənin nəticələrinə görə Gevorg Suçyan, David Davtyan və Vigen Evulcekçyanın səhhətində problem yoxdur. Vaqif Xaçaturyanın səhhəti əvvəlcədən qənaətbəxş qiymətləndirilir. Baş nazir əlavə edib.